qoyub ki, mən Qoşaqalanın içinə vurmuşam konumu. Məni ora çatdır. İndi hamı bəlkə həmin sərnişini də qınamalı deyil. Bəlkə o piyada gəzmir, şəxsi miniyi yoxdur, sürmür və yaxud da ki, o yola bələd deyil deyəmi o şeyi tələb eləyir sürücüdən. Qoşaqala qapısının o birisi tərəfdən də girişi var da. Bu da çatdırır ki, məsələ düşüb buradan o keçmək olar da bir-iki addım o tərəfə. Tələb eləyir ki, və belə dərinə gəlsən haqlı olaraq tələb eləyir ki, yəni sən mənə xidmət eləməyə gəlmisən. İndi onu başa düşdük də xidmət eləməyə gəlmişik, sürücünün borcudur, amma indi onu başa düşmək lazımdır. Bu Qoşaqala qapısına girdi, bunun üstündə elə bir 2 manatı var. Bunun qazancı nə oldu burada? Buradan hələ Uber'in komissiyası var. Buradan hələ bunun yanacağı var. Bu elə bir ki, hələ cibindən pul qoyub. Həmin Qoşaqala qapısından sərnişini düşürtmək olur. Deyək ki, aeroportda elədir ki, 15 dəqiqə ərzində pulsuzdur. Müştəri girə bilər ora. Girdi, düşürtdü, çıxdı, getdi. Çox qaldın, cibindən ver pulu. Amma 15 dəqiqə ərzində mənə gəlib düşürdüb, çıxmaq olar da, bunu qoyublar. Amma Qoşaqala qapısında bu belə deyil. Tutaq ki, Sədərək Ticarət Mərkəzinə, Binə Ticarət Mərkəzinə bu belə deyil. Tutaq ki, yazıb 5.50. Bunun 50 qəpiyi getdi qapıya. Bu neynəsin indi? İndi biraz bir güzəşt eləyib sərnişinlərdən bir 50 qəpik də artıq vermək olar da düşünürəm onlara. Mən də düşünürəm. Mənə gəlir ki, bu video sürücülərin daha ürəyin dolacaq. Hamısı status zətdə paylaşacaq ki, nə yaxşı bunu bizi başa düşürlər.